Boyanmış yumurtalar. Adil hər il Novruz bayramını böyük səbirsizliklə gözləyirdi. Bu bayramda ən çox xoşuna gələn adət isə yumurta döyüşdürmək idi. Bu il qərara gəldi ki, Novruz yumurtalarının rənglənməsi ilə özü məşğul olsun. Soyuducudan 4 ədəd yumurta götürdü. Onların masanın üstünə düzdü. Çantasından rəngli boyalarını və fırçasını çıxarıb işə başladı. Elə bu vaxt nənəsi otağa daxil oldu. "Abala, sən nə edirsən?" deyə nənə təəccüblə soruşdu. "Yumurta boyayıram nənəcan. 2 gündən sonra bayramdır." "Adil, yumurtanı belə boyamazlar. Sonra onu bişirib yeməli olacaqsan. Bu boya isə zəhərlidir mənim balam. Sağlamlığa ziyandır." Novruz yumurtası üçün təbii boyadan istifadə etmək lazımdır. "Nənə, bəs mən təbii boyanı haradan alım? Yemək üçün istifadə etdiyimiz bu bitkilərə bax. Soğan, çuğundur, zəfəran, göyərti. Gör nə gözəl rəngləri var. Yumurtanı boyamaq üçün onların rəngindən istifadə edirlər. İstəyirsən, yumurtaları bir yerdə boyayaq, ağıllı balam." Həmin gün Adil özü üçün bir şey kəşf etdi. Ən gözəl rənglər ana təbiətin bizə bəxş etdiyi rənglərdir.